Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 10 may 2026-cı ildə Naxçıvan Muxtar Respublikasında baş tutacaq sertifikasiya imtahanına dəstək məqsədi ilə növbəti video izahımızı təqdim edirik. Təbii ki, bu izahlar sırf olaraq Naxçıvanda keçiriləcək yox, digər sertifikasiya hazırlaşan müəllimlərə də şamil olunur. Yəni hər kəs bu video izahlardan faydalana bilər. Video izaha keçmədən öncə kanala abunə olaraq videolarımızı bəyənib paylaşmağı unutmuruq və keçək sualların izahına. Bir məsələni də qeyd edeyim ki, bizim onlayn və əyani dərslərimizlə maraqlananlar 055 418 82 02 nömrəsi ilə bizə WhatsApp-dan yaza bilər. İndi isə keçək sualların izahına. Birinci sual. İsmi birləşmələrdən birinin aslı tərəfinin ifadə vasitəsi fərqlidir. Saxsı qab. Aslı tərəf birinci tərəf deməkdir. Saxsı sözünə sual verirəm. Saxsı nə? Saxsı. Biz nümunə tərkibində sual verib saxsı qab necə qab desək, onun təyin olduğunu göstərərik. Amma nitq hissəsini tapmaq istəyiriksə, nə deməliyik? Cümləni, ifadənin tərkibindən sözü çıxarıb adi halda saxsı nə? Deməli, aslı tərəfindəki saxsı isimlə ifadə olunub. Rezin qaloş, yenə rezin nə? Rezin isimlə ifadə olunub. Yenə rezin qaloş təyindir, fikir ver. Gümüş medal. Gümüş nə? Gümüş isimdir. Gümüş medal necə medal təyindir. Körpə necə? Körpə. Körpə sifətdir. Hansı uşaq? Körpə uşaq. Dəmir nə? Dəmir isimdir. Burada da təyin vəzifəsindədir. Yəni isim birləşmələrdən hər birinin aslı tərəfi təyindir. Nitq hissəsinə görə 4-ü isimdir, 1-i sifətdir. Deməli fərqlənən körpə uşaq ifadəsindəki körpə sözüdür. Cavab D variantı. İkinci sual. Cəm şəkilçisi qəbul edə bilməyən toplu isimlər hansılardır? Müəllimlik. Baxın, müəllim kök, müəllimlik. Biz buna müəllimliklər deyə bilmərik, düzdür? Amma toplu isim istəyir bizdən. Müəllimlik toplu isim deyil. Ona görə biri götürmək olmaz. İkinci sözümüz sakitlik sözdür. Yenə sakit sözündən sakitlik yaranır. Sakitliklər deyə bilmirəm, doğrudur. Amma yenə də sakitlik sözü toplu isim deyil. İkini də götürmək olmaz. Sənətkarlıq sözündə sənət sözündən sənətkar, sənətkarlıq yaranıb. Sənətkarlıqlar da deyə bilmirəm, amma sənətkarlıq sözü də toplu isim deyil. Ona görə 3-də götürmək olmaz. Cəmaət toplu isimdir, cəmlənməz. İctimaiyyət toplu isimdir, cəmlənməz. Əhali toplu isimdir, əhalilər cəmlənməz. Deməli 4, 5, 6 toplu isimdir. Biz elə buradan əslində toplu isimləri müəyyənləşdirsək, doğru cavabı da müəyyənləşdirmiş olardıq. Cavab 4, 5, 6 C variantı olacaq. Davam edirik 3-cü sualdan. Hansı nümunədə əvəzlik yanlış göstərilib? Həmin yerdə yenə rastlaşdıq. Həmin, baxın, o, bu, elə, belə həmin işarə əvəzliklərindən biridir. Doğrudur bu. Filankəs bu işə görəsən nə deyər? Filankəs qeyri-müəyyən əvəzlikdir. Doğrudur. Bu problemlər nə vaxt bitəcək? Nə vaxt sual əvəzliyidir? Doğrudur. Kimsə yaxınlıqdakı binadan onu səslədi, kimsə quruluşca düzəltmə olan qeyri-müəyyən əvəzlikdir. Doğrudur. Babam hadisə barədə o qədər düşündü ki, səbəbini bilmədi. Burada nə qədər, o qədər bütöv bir ifadədir. Düşünmək feilinin yanında işlənən zərfdir. Burada o əvəzlik deyil, Y bəndi yanlışdır. Çünki o əgər əvəzlik olsa, ya kim sualına və ya nə sualına cavab verən şəxsi əvəzliyi olsun, ya da o hansı sualına cavab verən işarə əvəzliyi olmalıdır. İndi burada baxın, gəlin sual verək. Babam hadisə barədə o qədər düşündü. Sualı ümumi verirəm. Nə qədər düşündü? O qədər düşündü. Görürsünüz? Həm də kim o demək olmaz və ya hansı o demək olmaz. O'ya heç cür müstəqil sual vermək mümkün deyil. Ona görə cavab Y variantı olacaq. 4-cü sual. Fikirlərdən biri səhvdir. Tək sözü yazıldığı kimi tələffüz olunur. Doğrudur. Çünki tək hecalı sözdür və tək hecalı sözə saitlə başlayan şəkilçi artıranda təkin, təkə, k dəyişmir. Bulut sözündə bir kar samiti var. Bulut sözünün tələffüzü olacaq. Bulut formasında B, L cingiltili, T kardır. Deməli, bu doğru fikirdir. Qatıq sözündə tək, eyni hərf müxtəlif səsləri ifadə edir. Qatıq sözünün tələffüz formasını yazırıq qatıq formasında. Eyni hərf, yəni G, G, 2 dənə G hərfi var. Müxtəlif səsləri birində G-ni, digərində X-ni ifadə edir. Doğru fikirdir. Ədalı sözündə vurğu ikinci hecəyə düşür. Demək, bu sözün tələffüzü ədalı formasında olur. Burada A uzanır. Vurğu da sona düşür.
Biz vurğunu müəyyənləşdirmək üçün sözü ayrılıqda hecalara da bölə bilərik. Əslində ə, da, l. Vurğunu əyə vursam söz belə deyirlər, ədalı. Daya vursam ədalı, l-ya vursam ədalı. Deməli vurğu 3-cü hecəyə düşür, 2-ci hecəyə düşmür. Bu yanlışdır. 2-ci hecədə sadəcə uzanma var. Sonra komediya sözündə dodaqlanan sait səs yoxdur. Sözün tələffüzü olacaq komediya formasında. Media. Burada A var, E var, I var və bunların heç biri dodaqlanmır. Doğru fikirdir. Yəni bu yanlış oldu D variantında. Davam edirik növbəti sualdan. 5. Hansı sözləri sətirdən sətirə keçirmək üçün düzgün bölünməmişdir? Gürcüstan. Demək, burada hecalar olacaq. Gürcüstan formasında, yəni düzgün bölünməyib. Əlüzyon, əl, üz, yuyan doğru bölünüb. Avtoqraf doğru bölünüb. Melodram. Burada deməli melodram olmalıdır. Yanlış bölünüb. Kəkilik otu, bu da mürəkkəb sözdür. Kəkilik bir sözdür, ot bir sözdür. Ona görə birləşə bilməz. Kəklik, otu formasında olmalıdır. Yəni doğru cavabımız burada oldu. 2, 3 doğrudur. 1, 4, 5 yanlışdır. Cavab B variantı. 6-cı sualda deyir, biri frazeoloji birləşmə deyil, şıltaqlıq etmək, elə bu frazeoloji birləşmə deyil, olmaq etmək feilinin köməyi ilə yaranmış mürəkkəb feildir. Gözdən salmaq frazeoloji birləşmədir, əldən salmaq da frazeoloji birləşmədir, gözdən itmək frazeoloji birləşmədir, xətrinə dəymək də frazeoloji birləşmədir. Siz burada məsələn düşünə bilərsiniz ki, əldən salmaq, mən axı əlimdən nəyəsə sala bilərəm. Bu söz həm frazeoloji birləşmə, həm də həqiqi mənalı ifadə kimi işlənə bilər. Doğrudan da əldən nəsə salmaq mümkündür. Amma əldən salmaq, yormaq mənasında frazem kimi işlənə bilirsə, deməli frazeoloji birləşmədir. Doğru cavabımız burada olacaq A variantı. Növbəti suala keçmədən öncə bir daha qeyd edeyim ki, bizim onlayn və yan dərslərimizlə maraqlananlar 055 418 82 02 nömrəsinə müraciət edib WhatsApp-dan bizə yaza bilərsiniz. 7-ci sual. Birinin leksik izahı səhv verilib. Mövhumat, xurafat, fanatizm doğrudur. Müjdə, xoş xəbər, muştuluq doğrudur. Fəhm, daxilən bir şey duymaq bacarığı doğrudur. Səyyar, daim bir yerdə qalan. Xeyr, səyyar daim bir yerdə qalmayan, bir yeri olmayan deməkdir. Səhvdir bu. Möhlət, vaxt vermə, müddət, icazəli vaxt doğrudur. Cavab D variantı olacaq. 8. Özündən kiçik qardaşı olduqca nadincdir cümləsindəki sözlərin morfoloji təhlillə bağlı səhv fikir istəyir. Kiçik azaltma dərəcəsində olan sadə sifətdir. Özündən kiçik qardaşı, bu yanlışdır. Kiçik burada adi dərəcədə işlənmişdir. Qardaşı isimdir, adlı xalladır. Bəli, onun qardaşı olduqca nadincdir. I burada mənsubiyyətdir, adlı xalladır. Doğru fikirdir. Nadincdir, düzəltmə sifətdir. Dinc sözün köküdür. Na ön şəkilçi leksikdir, düzəltmə sifətdir. Doğrudur. Çoxaltma dərəcəsindədir. Bəli, olduqca nadincdir. Doğrudur. Olduqca qüvvətlendirici ədatdır. Doğru fikirdir. Sifətin çoxaltma dərəcəsini yaradan ədatdır. Özündən təyini əvəzlikdir. Düzdür. İsmə əvəz etmişdir. Bəli, onun özü özündən ismin hal və mənsubiyyə şəkilçisini qəbul eləyib. Doğru fikirdir. Bu da yanlışımız oldu. A variantı. 9. Ahıl sözünün sinonimi hansıdır? Ahıl yaşlı, qoca deməkdir. Yaş, yaşlı, ahıl necə, yaşlı necə, elə A bəndə olar. Gənc olmaz, mərd olmaz, ağıllı olmaz, saqqallı olmaz. Doğru cavabımız oldu. A bəndi. 10-cu sual. Cümlələrin birində zərf işlənmişdir. O kağıza baxa-baxa danışırdı. Burada necə, nə cür danışırdı? Baxa-baxa. Bu zərfə oxşuyur. Amma feili bağlamada A deyən bir şəkilçi var ki, bu şəkilçini biz araq şəkilçisi ilə əvəz eləyə biliriksə, feili bağlamadır. Yəni, baxa-baxa sözünü baxaraq deyə bilirikmi cümlədə? O kağıza baxaraq danışırdı. Bəli, çünki bu feili bağlamadır. Cümlədə zərflikdir cümlə özünə görə, amma nitq hissəsinə görə zərf deyil, səhvdir. Atəş kəsiləndə kəndə sakitlik çökdü. Nə zaman atəş kəsiləndə? Baxın, burada da zaman zərfliyi var. Kəndə haraya? Kənd isimdir. Yer zərfliyi vəzifəsində işlənib, amma burada zərf işlənməmişdir. Yağış dayanınca bu yerdən gedərik. Nə zaman? Inca feili bağlama var burada. Yağış dayanınca, yenə feili bağlama tərkibi, yəni feili birləşmə
zərflikdir burada. Haradan gedərik? Bu yerdən. Yerdən hansı yerdən? Bu yerdən. Yəni burada bu əvəzdə yer isim getmək feildir. Zərf işlənməyib. Oraya kimi gedək. Əsas məsələ budur. Ora yer zərfidir. Zərf işlənmişdir. D variantında. Bəli, doğru fikirdir. Biz yığılıb onu danladıq. Yəni yığılıb burada feili bağlamadır. Biz əvəzlikdir. O da əvəzlikdir. Danlamaq feildir. Burada yenə zərf işlənməyib. Düzgün cavabımız olacaq D variantı. Dəyərli müəllimlər, bu izahımızın da sonuna gəldik. Sertifikasiya hazırlaşanlar üçün dəstək məqsədi ilə növbəti 10 sualın izahını sizlər üçün təqdim elədim. Kanala abunə olaraq videolarımızı bəyənib paylaşın ki, digər müəllimlər də bu videolardan faydalana bilsin. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.